Salam əziz müəllimlər, bu videoda mən sizə 504 kitabından 14-cü dərsin izahını verəcəm. Başlayırıq 14-cü dərsin sözləri ilə. Birinci, unruly, bu idarə olunmaz, tabe olmayan, məsələn, qanunlara tabe olmayan və s. mənasında istifadə olunur. Daha sonra cümlələrin deməli tərcüməsinə baxacağıq. Bircə dəqiqə. Cümlələrin tərcüməsinə baxacağıq. Birinci, yəni idarə olunmaz davranış hovuzda qadağandır. Və yaxud da Ralph was fired from his job. Ralph idarə olunmaz davranış göstərməkdə, yəni qanuna uyğun olmayan davranışdan söhbət gedir. Yəni ki, Ralph idarə olunmaz davranış göstərməkdə israr elədikdə, yəni bu qanuna uyğun olmayan hərəkətləri davam etdirdikdə işdən çıxarıldı. Sonra gəldik. Onun qanuna uyğun olmayan idarə olunmaz hərəkətləri işləməyə çalışanlar üçün nə idi? Təhlükə idi. Bu sözü keçmişdik sizdən, təhlükə deməkdir. Sonra rival isə rəqib deməkdir. Eyni şeyi əldə etməyə çalışan, başqasını keçməyə çalışan şəxs, başqasından daha yaxşı olmağa çalışan şəxs. Məsələn, boksçu gəncdən söhbət gedir burada. Boksçu deyir, gənc rəqibini məğlum etməyə kömək edəcək hücum planlaşdırdı. Device bilirsiniz də plan qurmaq, planlaşdırmaq deməkdir. Yəni nəyisə də fikirləşmək, düşünüb tapmaq. Sonra Sherry didn't like to compete because she always thought her rival would win. Okay. Sherry rəqabət aparmağı sevmir, yarışmağı sevmir, çünki həmişə rəqibinin qalib gələcəyini düşünürdü. Seidman və oğlu decided to migrate, rəqibin daha az olduğu bir yerə köçməyə qərar verdilər. Violent isə zoraki, güclü, sərt qüvvə ilə edilən mənasındadır. Yəni zoraki və sərt qüvvə ilə, güclü qüvvə ilə edilən mənasındadır. Violent man, yəni zoraki adamdır. Zoraki adam çox ehtiyatla yaxınlaşdıq. Sonra violent behavior məktəbdə, məktəb ərazisində zoraki davranış qadağandır. Tendency to when someone angry. Aha. Kimsə onu qəzəbləndirdikdə Vernonda zorakılığa meyillilik olur. Tendency bilirsiniz, meyillilik deməkdir. Sonra gəldik brutal. Bu qəddar, vəhşi, amansız mənasında istifadə olunur. Məsələn, dozens of employees quit the job because the boss. Okay. Onlarla işçi rəhbərin onlara qarşı qəddar olduğuna görə bu səbəbdən nə etdilər? İşdən çıxdılar. Quit işdən çıxmaq deməkdir. Brutal track coach. Okay. Qəddar məşqçi komandanı səhərin bütün saatlarında istinin altında, under the hot sun, günəşin altında məşq eləməyə məcbur elədi. Sonra sonuncu cümləyə baxaq. Swearing to catch the murderer. Qatili tutmağa and içən detektivlər, bilirsiniz də, swear and içmə mənasında istifadə olunur. Detektivlər cinayətin qeyri-adi dərəcədə qəddar və zoraki olduğunu bildirdilər. Opponent isə rəqib deməkdir, qarşı tərəf deməkdir. Döyüşdə, oyunda, mübahisədə o qarşıda olan şəxs mənasında istifadə olunur. Məsələn, Rusiyalı şahmatçı, Rus şahmatçısı rəqibini underestimate, düzgün qiymətləndirməmək deməkdir. Düzgün qiymətləndirmədi və nə etdi? Uduzdu. He was better opponent of, o bircə dəqiqə. Aha. She was better opponent. O bahalı şəhər islahatlarının qəti əleyhinə idi. Think his flabby opponent. Gözləri zəif görünən rəqibini görən Slugger qalib gələcəyindən əmin idi. Brawl isə noisy quarrel fight, səs-küylü dava mübahisə mənasındadır. Məsələn, jurnalist parkdakı dava ilə bağlı bütün detalları yazdı. Sonra Larry iş tapmaq məsələsində atası ilə dava düşəcəyini, mübahisə yaşayacağından qorxurdu. Bilirsiniz də, drive qorxmaq deməkdir.
What started out as a polite discussion. So, aha, nəzakətli müzakirə kimi başlayan söhbət, sonra neynədi? Zoraki davaya çevrildi. Duplicate isə nəyinsə surəti, kopyası, tam eyni nüsxəni çıxarmaq mənasında istifadə olunur. Eynisini təkrarlamaq mənasında istifadə olunur. Məsələn, Elliot sənədimin surətini çıxarıb Held xanıma sənətimin duplikatını, surətini çıxarıb xanım Heldi aldatmağa, deceive aldatmaq deməkdir, aldatmağa çalışdı. So that everyone had a copy to study. Aha, biz hər kəsin bir nüsxəsi olsun. Hər kəsin bir nüsxəsi olsun deyə sənədin surətini çıxartdıq. So-called expert. Özünü ekspert adlandıran şəxs Van Goghun rəsmini ortabab bir şəkildə təqlid elədi. Kopyaladı, təqlid elədi. Sonra gəldik wishes. Wishes, bircə dəqiqə üzr istəyirəm. Aha. Gəldik wishes sözünə. Wishes pis, şər, zalım, qəddar mənasında istifadə oluna bilər. Məsələn, Liza tanımadığı insanlara qarşı pis davrandığına görə unpopular, yəni popular deyildi, məşhur deyildi. The wishes editor published. Qəddar redaktor bəyəndiyi insanlarla bağlı yalan xəbərlər, bəyəndiyi yox, dislike, bəyənmədiyi insanlarla bağlı yanlış xəbərlər yaydı. Cənab was qəddar pitbull iti barədə danışmağa könüllü deyildi, həvəsi yox idi danışmağa. Be reluctant, könüllü olmaq deməkdir, bilirsiniz. Burada isə onun əksini deyir. Bircə dəqiqə ekranı təmizləyək. Sonra gəldik. Aha. Whirling fırlanan mənasında istifadə olunur. Fırlanan, dairəvi şəkildə dönən. Tərcüməyə gələndə isə kosmos gəmisindən söhbət gedir. Kosmik gəmi yerə enməmişdən öncə fırlanırdı, dövrə vururdu. As they tried to lift bulky piano, geniş, böyük pianonu qaldırmağa çalışarkən daşıyıcılar otaqda fırlanaraq hərəkət etdilər. Sonra Angelo çox içdiyinə görə, həddindən artıq çox içdiyinə görə hər şeyin ətrafında fırlandığını hiss eləməyə başladı. Underdog isə zəif mövqedə olan, uduzacağı gözlənilən şəxs deməkdir. Minority groups. Azlıq təşkil edən qruplar bu əsrdə zəif tərəf olduqlarından şikayət edirlər. I always feel sorry for the underdog in street fight. Aha. Küçə döyüşlərində zəif tərəfdə olan insana həmişə yazığım gəlir. Yəni onlar üçün üzgün hiss edirəm. Sonra Jet komandası əvvəllər Steelers'ı məğlub etmələrinə baxmayaraq ki, əvvəllər yəni məğlub eləmişdilər, yenə də zəif tərəf kimi tanındı. Sonra trust isə push with force, güclə itələmək mənasındadır. Məsələn, jet mühərriki işə düşdükdən sonra raketi yerdən qaldırdı. Yəni burada raketi güclə itələdi demirik də. Yəni jet mühərriki işə düşdükdən sonra raketi yerdən qaldırdı. Yəni məcbur elədi ki, raket yerdən qalxsın bu mənada. Get adequate strength to trust himself. Aha, qapalı qapıdan keçmək üçün kifayət qədər güclü idi. Özünü güc tətbiq elədi, məcbur elədi. Sonra Eva dəhşətli bir qəzəb içində özünü zorla otağa saldı. Bewildered isə confused, completely puzzled, yəni tamamilə çaşqın mənasında istifadə olunur. Qarışıq vəziyyətdə olan, çaşqın bu mənada. Məsələn, birinci cümlədə müvəkkilinin işə maraq göstərməməsi vəkili çaşdırdı. Və yaxud da tərəfdaşının, partnerinin qəribə hərəkətləri Jack'i neynədi? Çaşbaş saldı, çaşdırdı. Birdən hava dumanlaşdıqda çimərliyə getməməyə qərar verdi.
Yəni onu çaşdıran dumanlı hava səbəbindən o getməməyi qərara aldı. Sonra gəldi roller derby. Roller derby must unroll a game now to man or woman is roller derby. Aha. Ən idarə olunmaz, qanunsuz deyək də bu, yəni qayda qanunu olmayan oyun, kişi və qadın üçün məlum olan belə bir oyun roller derbidir. Televiziyada tez-tez göstərilən bu oyunun zoraki qəddar hərəkətləri ilə, yəni tayı bərabəri rəqibi yoxdur. The game commences with two teams on roller skates circling a blank over track. Aha. Oyun iki komandanın təkərli ayaqqabılarla oval formalı, meyilli bir yolda fırlanaraq hərəkət etməsi ilə başlayır. Yəni iki dənə komandadır təkərli ayaqqabılarla oval formalı bir yolda fırlanaraq hərəkət eləməsindən başlayır. Sonra bir və ya iki oyuncu digərlərindən ayrılıb rəqibləri dövrələməyə çalışır. Bir və yaxud da iki skater, yəni oyuncu rəqiblərini neyniyir? Dövrəyə almağa başlayır. Sonra when the skater leaves the pack, aha, deyir ki, oyuncu dəstədən, öz qrupundan ayrılan kimi dava başlayır. Heç bir no sport can duplicate, aha, heç bir deyir idman növü bu qədər qəddar qışqırıq, itələmə, dirsəkləmə və döyüşü həm də bu sürətlə fırlanaraq etməkdə, yəni bunu təkrarlaya bilməz. Heç bir oyun, yəni bu qədər dəhşətli bir qışqırıqdır, itələmədir, dirsəkləmədir kimsəni, yəni belə bir qəddar döyüşdür və bu sürətlə eləməkdə bunu təkrarlaya bilməz. And women are just as much of men's qadınlar da kişilər qədər təhlükəli. Bilirsiniz də, məniz təhlükəli deməkdir. Təhlükəli ola bilirlər. Çox zaman zəif tərəf hesab edilən qadın oyuncu çaşqın düşmüş rəqibinin üzünə iti dırnağını sancaraq onu vurur. Tez-tez zəif hesab olunan qadın oyuncu iti dırnağı ilə zəif düşmüş rəqibinin üzünə vurur. Yəni bu qədər də qəddar ola bilirlər.